Ayxan burada mane olmağı başardı. Natik, sonrasında Əli Bayramov. Bir ayak saxladı artıq. Ayxanın təzyiqi sonlandı. Bir qədər tez davranmalıydı müdafiənin əngəlisində. Faik qapıdan çıxdı amma qoruya bilmədi qapısını. Daha bir təhlükə. Qolla nəticələnir. Topçular adına. Mirramin ikinci qolunu qeydə alır komandası üçün. Cərmə meydancasından bu cür uzaqlaşdırdı. Qapı qarşısına ötürmə. Sonrasında Sərxan Əykirdən sərmə və qol. Mirramin. Olacaq. Ayxan ayak qoydu. Ayxan 3 nəfərlə birdən hücum qurublar. Zərbə çəkdi və tərs toxunur. Top torlarda da. Bu səbəblə də sarı vərəqə ilə cəzalanır. Amin Ağayev. Ayxan uzaqlaşdırma mümkün olmadı. Mirramin əla çəkdi sol ayağını sağ ayağından. Zərbəsini tamamladı və 6-5. İndi Mirramin. Əla qarşıladılar. Ötürməcəkdi Sərxan. İndi Ayxan da qoşulub bir qədər Sərxan içəriyə sırmağını gözlədi. Ayxan Əykiriyə Mirramin və gol!